Şah C2. Aha. Şah Y7. Şah B3. Əla. Şah A4. Şah C6 gəlir. Bəli, şah A5. Qaralar gəlir şah B7. Bəli, hansı qaydadır bu? Appozisiya qaydası. Necə davam edirik? Qaralar oynayır şah B8. Aha. Şah B6. Şah A8. Aha. Aha, şah A7. Qaralar gəlir şah A7. B5. Şah A8. Hə, burada düzgün oynamaq lazımdır uşaqlar. Əlvi çək, Yusuf, fikirləşək. İmran, necə oynayaq? Şah C6. Gəlməlidir şah A7. B6. Şah A8. B7-yə heçsə də. Görürsən, deməli B6 səhv oldu da. Qaytar. Şah da C7-də idi. Hə, şah A8-dədir qara şah. Aysa, gediş ağlarındır. Şah B6. Şah B6. Burada üçüncü qaydasıdır. Uşaqlar, elfi gedişi keçirdirik qaralara. Qaytar şahı geriyə. Bax, burada fərz eləyək ki, gediş qaraların olsa biz rahat udarıq. Qaralar şah A7 gələndə İmran, gəlirik B6, B7 çıxırıq vəzirə. Düzdür? Gediş növbəsi qaralara keçməli. Ona görə nə oynayırıq? Şah B6. Şah gəldi məcbur B8. İmran necə oynayırıq? Şah C6. Şah A8. Aysa, indi şah C7. Məcburdur gəlsin şah A7-yə. B6. Aysa, B6 və gedib vəzirə çıxıb rahat oyunu udarıq. Düzdür Yusuf? Bəli. Çox sağ ol.